Həsən sağda, Hüseyn solda, başı üstə Əli. Həsən sağda, Hüseyn solda, başı üstə Əli, ayaq tərəfdə Bətulun ucaldı əfğani. Xanım Fatimə Zəhra salamullah aleyha bu vəsiyyəti Peyğəmbər yaza-yaza xanım bərkdən deyir, bir uca səslə başladı ağlamağa. Adətən insan can verəndə insanı üzqübliyə uzadırlar və insanın hətta sinəsin belə, köynəyini belə açırlar ki, insana əziyyət düşməsin, insana əziyyət verilməsin. Amma Allahın Rəsulu göz açır və gözün açanda buyurur ki, Hüseyn hardadır, mənim ürəyimin bir parçası. İmam Hüseyin əleyhissalamı çağırır, İmam Hüseyin də yanındadır. İmam Hüseynin başını qoyur Peyğəmbər sinəsinə. Sinəsinə başını qoyur və Peyğəmbər həzin səslə belə buyurur, Mali və Yezid, görəsən mən Yezidə neynəmişəm? Peyğəmbər bunu anladırdı ki, məndən sonra Hüseyin əleyhissalam, mənim gözümün işığı, İmam Hüseyin, ciyərimin bir parçasını Yezid tərəfindən zalimlar şəhid eləyəcəklər. Axı, mən görəsən Yezidə neynəmişəm? Qapı döyülür. Hədislərdə qeyd olunur ki, xanım Fatimə Zəhra salamullah aleyhə qapıya tərəf gedir, qapını açır, görür bir ərəb. Kimsən? Qonağam, Allahın Rəsulu ilə görüşməyə gəlmişəm. Gəlmişəm Allahın Rəsulunu, Rəsulullaha ziyarət edeyim. Xanım Fatimə Zəhra buyurur ki, ey qonaq, Allahın qonağısan, amma atam çox bərk xəstədir, can üstündədir. Qapıda dayanan buyurur ki, icazə ver, mən Allahın Rəsulunu ziyarət edeyim. Atam xəstədir, can üstündədir. Bunu deyəndə Allahın Rəsulu səsləyir, qızım Fatimə, qapını aç. Qapını aç. O elə bir qonaqdır ki, heç bir qapıda dayanmaz. O ölüm mələyidir, Əzraildir. Mələkəl Mevt, Qabizül Ərvah, canları alandır. O heç qapıda dayanmaz. Yalnız və yalnız mənim qapımda icazə istəyir. Allahın Rəsulu xanım Fatimə Zəhraya deyəndən sonra xanım Fatimə Zəhra həmən qonağı, Allahın mələyi, ölüm mələyi, Əzraili daxil edir içər və hətta ölüm mələyi gəlir, Allahın salamı olsun sənə, ey Rəsulallah. Allahın Rəsulu ümmətin narahatçılığı üçün çox darıxırdı, bizi üçün çox darıxırdı. Can verəndə, ölüm mələyi onun canını alanda ümməti deyirdi. Ümmətimin halı məni çox narahat eləyir. Bunu deyəndə Allah buyururdu Cəbrailə, ey Cəbrail, ey Əzrail, ey ölüm mələyi, ey vəhiyləri çatdıran Cəbrail, Peyğəmbərə buyur rəhməti, mənim rəhmətim olacaq, bu ümmətə. Ümmət üçün narahat olma. Ömrünün son anı nigarandır, narahatdır ümməti üçün. Ümməti buyurur, Allah da buyurur rəhməti, mənim rəhmətim şamil olacaq ümmətə. Və Peyğəmbər ilə rəfiqil əla sözünü deyir. Mən elə bir varlığın, elə bir yaradanın huzuruna gedirəm ki, ən yaxın dost mənə odur, onun huzuruna gedirəm.